Siz ringin sahibisiniz. Ringə çıxdınızsa o ringin sahibi sənsən. Siz boksdan yaşamadan boksçu olmaq xəyalından çıxın. Texnika, taktika, bunlar hamısı refleks olmalıdır. Ceb, əla. Ceb, arxaya tullanma. Əla, öyrədilib də sənə. Niyə görə ceb vurub dayanırsan? Niyə görə ceb vurub zərbə yeyirsən? Sənə öyrədilib, ceb slip öyrədilib, ceb yer dəyişmə öyrədilib. Hə. Ceb arxaya tullanandan sonra nəyə dayanırsan? Niyə dayanırsan? Ceb arxaya tullanmırsan, niyə vurmursan yenə? Niyə vurmursan yenə? Niyə vurmursan yenə? Niyə görə bunu vurub arxaya tullanıb 1-2 vurursan sonra zərbə də yeyirsən? Özünü niyə sığortalanmırsan yenə? Bilirsiniz, bu texnikada bir tələbə dərk eləməlidir. Niyə görə bunları edir? Niyə görə yer dəyişmələr eləyir? Niyə görə? Bunlar dərk eləməyən bir boksçu döyüşə çıxıb sadəcə olaraq ceb, crossdan başqa heç bilmir. Sol, sağ, şu. Yəni epizodlar azdır. Bir dənə ceb, şu.